bu gecələrdə Həzrət Peyğəmbər deyir ki, vərhəmu ənvatəkum. Ən yazıq insanlar ölülərizdir. Vərhəmu ənvatəkum. Rəhm eləyin onlara. Hə, rəhm eləyin ölülərizə. Əlləri boş qalırlar. İndi kaş qədir gecəsi mən də 2 dənə artıq salavat dedim o gecədə. Yaxşı, yeri gəlmişkən yaddan çıxartmayaq o ölülərimizdə bu gecə. Heç olmasa hamısına bir salavat deyək. Elə buradan efirdən deyək. Allahümmə sallallahu aleyhi Muhammed. Yaxşı, deyirəm ki, keçəndə oradan bir Fatihə verərsən. Lil valideyni desəydi, bu da elə bəs eləyirdi mən üçün. Amma bil valideyni deyib ki, deyir yox. Vasitəsiz olsun. Özün get. Hə, o sifarişlə də olar. Amma özün getməyən yer. Allah istəyib yerində həll eləsin. Allah bəndiyə dəyər verib, qiymət verib, böyük tutub onu. Bir var orada həll eləyirlə mən görürəm o nə? Bir də var Allah insan, həm də bir dənə xəbərdarlıqdır. Həm də bir dənə məsuliyyət. Adam desin ki, vaydı da mən mələk gəlib yer üzünə dolub, mən hələ çayxanada oturub musiqiyə qulaq asıram. Hələ o iftardan sonra məsələn. Mələk də oldu, İmam Sadiq əleyhissalam elə dedi də. Dedi, ağa siz qədir gecəsini bir necə bilmirəm. Ətrafımızdan mələk ayaq atmağa yer olmur mələkin çoxluğundan. O özü də bir dənə mesajdır bizə ki, məsuliyyətli gecədir.